Salam əziz dostlar, əziz izləyicilər. Yenə vətəndaş müraciəti, vətəndaşları narahat edən problemlər. İsmayıllı rayonunun Quba Xəlilli kənd sakini Hüseynov Rüstəm Firudunoğlu bizə bir müraciət göndərib. Adam iddia edir ki, İsmayıllı rayon bələdiyyəsindən, kənd bələdiyyəsindən şikayətçidir, şikayətinə baxan yoxdur. İcra hakimiyyətinə gedib, adəti qurumlara gedib. Heç kim vətəndaşın problemini dinləmir, baxmırlar dəyərli dostlar. Görək Hüseynov Rüstəm Firudunoğlu İsmayıllı rayonunun Quba Xəlillər kənd sakini nə deyir, nə istəyir? Mən Hüseynov Rüstəm Firudunoğlu, İsmayıllı rayonunun Quba Xəlilli kənd sakini. Buradan cənab prezidentə səslənirəm. Kəndimizin bələdiyyə sədri dəfələrlə şikayət eləmişik, kollektiv şəkildə, prokurorluğa, prezident aparatına, bələdiyyələrlə iş mərkəzinə. Heç bir şey yoxdur. Heç bir əmlak komitəsi gəlir onun xeyrinə yazır. Baş prokurora müraciət eləmişik, baş prokuror gəlib yoxlamır, elə əmlakın üstünə qoyur. Göyçay Ədliyyə şöbəsi var, onunla giriblər əlaqəyə, bizim bütün şikayətlərimizi rədd edirlər. Cənab prezidentə mənim bu fikrimi çatdırmaq istəyirəm. Elnur Şükürova xahiş edirəm, jurnalist. Ondan xahiş edirəm, bizim bu çıxışlarımızı işıqlandırsın, adiyyəti üzrə yönləndirirsin, bizə bir köməklik edilsin. Bir daha təşəkkür edirəm. Belə, dəyərli dostlar, hörmətli adəti qurumlar, vətəndaş müraciətini elədi, dövlət başçısından xahiş edir cənab prezidentdən, adamın müraciətinə baxmırlar, inşallah ki, baxarlar. Dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.